Salamlar. Bu dəfə sizə çox ləzzətli və dadı damağınızda qalacaq qarğıdal salatı təqdim edirəm. Bunun üçün 250 qram toyuq filesini qaynadıb götürürük. Qaynadan zaman ətlərimizə duz əlavə etməyi isə unutmuruq. Daha sonra isə əvvəlcədən qaynatdığımız 3 ədəd yumurtanı doğramağa başlayırıq. İstədiyiniz kub-kub doğrama variantından istifadə edə bilərsiniz. Xiyarlarımızı bir sıra ötürməklə soymağa başlayırıq. İçi xiyardan istifadə etdiyim bu reseptdə xiyarları kub-kub doğramaq lazımdır. İstəyinizə görə xiyarın qabıqlarından bütövlüklə də xilas ola bilərsiniz. Salatlarımıza xüsusi dad verən göyərtilərimizin istifadəsinə gəldik. Burada mən 2 sap soğandan və nazik olduğu üçün 5-6 sap şüyüddən istifadə etdim. Kub-kub doğradıklarımızı istəyə görə artıb azalda biləcəyiniz 5-6 qaşıq mayonezi və 280 qram konservləşdirilmiş qarğıdalını əvvəlcədən süzüb daha sonra salata əlavə edirik. İstənilən miqdarda tuz və istiotla dadlandırırıq. Və salat qabına əlavə etdiklərimizi yaxşıca qarışdırırıq. İnandırım sizi, bu salat sınamağa dəyər, asan və ləzzətlidir. Ən dadlı reseptlərdə görüşmək ümidi ilə.